Kür çayının hazırki deltası, onun formasının və gətirdiyi lil kütləsinin statistikası ilk dəfə olaraq 1852-ci ildən xəritələndirilib və qeydlər aparılmağa başlamışdır. Kür çayı Xəzər dənizi hövzəsinə axan ən bol sulu çaylardan ikincisidir. Hələ Mingəçevir su anbarı tikilməmişdən əvvəlki dövrləri nəzərə alsaq, anbarın indiki ərazisinə kimi özünü tipik bir dağ çayı kimi aparan Kür, Yevlax məntəqəsindən sonra isə məcranın bucaq intensivliyi həddən artıq azaldığından vadi və ya düzənlik çayı kimi axır. Tipik bir vadi çayı kimi axım tempi düşdüyündən gətirilən çöküntülər daha tez çökür, ta mənsəbinə kimi qıvrımların çoxalmasına, meandr əmələ gəlmə mərhələsinə qədəm qoyur. Dağ çayları daha qərarlı bir məcra ilə axdıqları vadinin ən aşağı nöqtələri ilə nisbətən düz xəttə yaxın axırlarsa da, düzənlik çayları isə xeyli qıvrımlar əmələ gətirərək irəliləyirlər. Bu meandrlar və axımın üzərində baş verdiyi layların daha az meyilli ilə əlaqəli mənsəbə yaxınlaşdıqca daha da çoxalır. Hazırda Yevlax neftçala məntəqələri arasında Kür çayı boyunca hər iki sahilə yaxın ərazilərdə onlarla axmazın olduğunu müşahidə edə bilərik. Bütün bu çayın öz geoloji fəaliyyəti ilə əlaqədar olan kiçik çaplı məcra dəyişkənliklərindən əlavə olaraq, hazırda mərkəzi arın adlandırdığımız zonanın aktiv müasir geoloji mütəhərrikliyi və aktiv fayların yer dəyişməsində davamı ilə əlaqədar da son geoloji period ərazində də bir neçə dəfə də böyük məsafələrdə Kür çayının aşağı axınında istiqamət dəyişikliyinin izlərini görə bilərik. Kür və Araz çaylarının qovuşmadan əvvəlki və birgə axınından sonraki bütün məcrə və deltalarının son geoloji periodda araşdırsaq, Kürün deltasının qədim izlərinə Bəndovan burnu yaxınlığından ta Qızlağac körfəzinin mərkəzi hissələrində yerli əhalinin Qabanburnu adlandırdığı əraziyə qədər gedib çıxır. Hətta Bəndovan burnundan təxminən 10 kilometr şimal-şimal-qərb istiqamətində Kürün başqa bir böyük Qafqaz çaylarından biri olan Pirsat çayı ilə qovuşaraq eyni məcradan axdığının izlərini də açıq-aşkar görmək mümkündür.